Salam, hər vaxtınız xeyir olsun. Kanalıma hoş gəlmisiniz. Bugün kələm tutması hazırlayırdım. İstədim reseptini sizlərlə də paylaşım. Kələm tutması üçün bir ədəd quru soğan götürmüşəm. Quru soğanı xırda şəkildə doğrayıb qaba əlavə edirəm. Daha sonra bir ədəd yaşıl biberi xırda şəkildə doğrayıb soğanın üzərindən əlavə edirəm. Əvvəlcədən yuyub qabığını soyduğum 5 ədəd yer kökünü rəndənin iri gözündən keçirdib soğanın üzərindən əlavə edirəm. Bir ədəd qırmızı çuğunduru rəndənin iri gözündən keçirdib qabın içərisinə əlavə edirəm. Samırsaqla cəfərini xırda şəkildə doğrayıb kənarda gözlədirəm. Bir ədəd kələmin baş hissəsini kəsirəm, orta hissəsini içliyi üçün istifadə etdim. Doğradığım kələmin üzərindən xırda doğradığım cəfəri ilə samırsağı əlavə edirəm. Üzərindən bir xörək qaşığı duz əlavə edib qarışdırıram. Kələmin orta hissəsini içlik üçün istifadə etdim. Yarpaqlarını da suda bişirirəm 1-2-3 dəqiqə. Hazırladığım içlikdən kələmin üzərinə qoyub bükürəm. Hazırladığım tutmanı qabın içərisinə düzüb üzərindən bir xörək qaşığı duz, 1 stəkan üzüm sirkəsi əlavə edib üzərindən su tökürəm. Üç gün sonra tutmanı açıb yeyə bilərsiniz. Artıq mənim tutmam dəyib. Videomu bəyəndinizsə kanalıma abunə olmağı unutmayın. Hələlik yeni videolarda görüşmək ümidi ilə Allah'a əmanət olun.